Deyirlər yeni il yaxınlaşır, amma görünür Şaxta baba məni tamamilə unudub. Mən də qərara gəldim ki, başqa korpusa gəlim və tələbələrin bu mövsüm yeni il abu-havasını öyrənim. Hazırlaşın. Cavablar gözlədiyimizdən də maraqlı olacaq. Gəlin birlikdə baxaq və bu mövsümün sehrini biraz da yaxından hiss edək. Salam. Salam. Yeni ili hansı ölkədə keçirmək istərdiniz? Yeni ili Rusiyanın Moskva şəhərində keçirmək istəyərdim. Səbəbi də orada yeni ilin daha yaxşı qeyd olunması və sevdiklərimin orada olduğudur. İnşallah yeni ili orada keçirmək şansını əldə edərsiniz. Yeni iliniz mübarək. Çox sağ olun. Keçirmək istərdiniz. Mən yeni ili bu il Mavrikiyada keçirmək istərdim. Çünki Mavrikini sevirəm. Xəyallarımın ölkəsi. Luis şəhərində. Əlbət bir gün inşallah olar. Qismət olar. Oğullarımı da aparmaq istəyirəm ora. İnşallah bir gün, Ailəmlə bir yerdə inşallah. inşallah bir gün keçirərsiniz. Yeni iliniz mübarək. Sağ olun, sizlə bax. Bilmək istərdiniz. Yeni il Almaniyada keçirmək istəyərdim. Niyə? Çünki orada yeni ilə uyğun gözəl marketlər var. Gəzərdim, əylənərdim, alış-veriş eləyərdim, yeni ilin dadını çıxarardım. Onun üçün. Məncə də Almaniya yeni il üçün çox gözəl bir yerdir. İnşallah səyahət etmə şansını bir gün əldə edərsiniz. İnşallah, çox sağ olun. Yeni iliniz mübarək. Sizin də. İstərdiniz. Fransa, Paris şəhəri. Səbəbi? Səbəbi məsələn bir çox nüanslar ola bilər. Onlardan biri Eyfel qülləsi, şəhərin görüntüsü, insanları, mənzərəsi və s. və elə xoşal ola bilər. Təşəkkürlər. İstərdiniz. Amerika New York şəhərində. Səbəbi? Çünki daha əyləncəli, daha komfortlu, daha yaxşı olur orada. İnşallah bir gün New Yorkda keçirərsiniz yeni ilinizi. İnşallah, inşallah. Salam. Salam. 2025-ci ildə ən böyük nailiyyətiniz nə olub? 2025-də ilk növbədə universiteti semestr çarəsiz başa vurmaq, ikinci növbədə universitetdə çoxlu dostlar qazanmaq və ən əsasında bir çox insanın sevdiyi şəxs olmaq, əsasən də qızların. Nailiyyətlərinizdən ötürü sizi təbrik edirəm və davamını arzulayıram sizə. Yeni iliniz mübarək. Çox Siz sağ nə olun. olub? 2025-ci ildə ən böyük nailiyyətim Instagram səhifəmi daha da genişləndirmək, rəsm üzrə yeni tövsiyələri alıb onları öyrənməyim oldu. Öz Instagram səhifəm aysaat.9-u bütün sifarişləri də qəbul edirəm. Bu qədər. İnşallah ki, nailiyyətlərinizin davamı da gələr. Yeni iliniz mübarək. Çox sağ olun, sizin də yeniniz mübarək. Salam. Salam. Sizə bir sual vermək olar. Aha, buyurun. 2026-cı ildən gözləntiləriniz nələrdir? Bol sağlamlıq, uğur, nailiyyət, inşallah kəsilmərik, stipendiya düşərik, heç kəs kəsilməsin. Gözəlliklərlə gəlsin 2026, yaddaşlarda gözəl qalsın. İnşallah bütün arzularınız gerçək olar. İnşallah tək mənim yox, hamının arzuları gerçəkləşir 2026-da. Mən pulluya düşmüşəm, gözləntilərim odur ki, stipendiya alım və qiymətlərim daha yaxşı olsun, bu il qiymətlərim pisdir. İnşallah ki, kəsirsiz bitirərsiniz semestri və stipendiyada düşərsiniz inşallah. Amma çox sağ olun. Təşəkkürlər. 2026-cı ildə belə çox bir gözləntim yoxdur. Yəni insan nə edirsə ancaq özü eləyir. Yəni bütün şansları özü yaradır. Yəni həyatdan çox da bir gözlənti olmamalıdır. Yəni insan özü yaratmalıdır hər şeydən əvvəla. Belə bu il kimi uğursuz və düşərsiz olması, yəni bu il mənə heç düşmədi. Bir dənə dönüb baxanda bir dənə xoş xatirə ağlıma gəlmir. Yəni tək-tük bir iki dənə xatirə. Yəni bu il demək olar ki, mənə düşmədi. Əsas düşərli olsun, sağlıqlı gəlsin, bəlasız, qəzasız bir il olsun. İstədiyim o universitetə qəbul olum, buranı sağ-salamat bitir. Sizinlə razıyam. İnşallah ki, bütün arzularınız gerçək olar. Yeni iliniz mübarək. Çox sağ olun, sizlə bahəm təşəkkür edirəm. 2026-cı ildən gözləntilərim onunla ibarətdir ki, magistra qəbul olum, əsgərlik olmasın, sürücülük vəsiqəsi alım, maşınım olsun, sonra xoşbəxt ailə həyatı, başqa heç bir şey gözləmirəm. İnşallah ki, arzularınız hamısı həyata keçər. Yeni iliniz mübarək. Çox sağ olun. Salam. Salam. Sizcə ən ideal yeni il hədiyyəsi nədir? Mənim üçün ən ideal yeni hədiyyəsi Vinland Saganın manga kitabları olardı. Çünki çoxdan da Vinland Saganı izləmək istəyirəm. Biraz uzun vaxt sonra çıxacaq, ona görə kitablarını oxumaq istərdim. İnşallah bir gün əldə edərsiniz. Yeni iliniz mübarək. Sizinlə baxın. Yeni il münasibəti ilə sizə sevgi, xoşbəxtlik və uğur arzulayıram. İzlədiyiniz üçün təşəkkürlər. Şərh bölməsində bizimlə fikirlərinizi bölüşməyi və suallara cavablarınızı yazmağı unutmayın. Yeni iliniz mübarək.